Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuz Ansible-da variable'lardır. Amma variable'lardan danışmamışdan əvvəl bir-iki mövzu haqqında danışım. Belə deyim ki, slaydı belə etdim ki, ümumi hamısını bir rejisimə qısa kimi yazılam. Çalışacağım hamısı bir slaydda olsun, keçiriləcək dərslərin, yəni hər birini ayrı-ayrı slayd atmayayım. Sonda hamısını ataram. Yəni video baxsız kifayətdir ki, bir də ki, GitLab reposunun konkret yolunu sizə atacağım. Atmışım ya da bəlkə. Üzr sayın. Atmışam, onun üzerine YouTube işləyəcəyik. Yəni sonunda da bunu atacağım. Dedik kimi, network dərslərində kimi. Daha çox şey olmasın. Bir də bəzi mövzularla danışım. Bu injinerik mövzusunda biz sırf sertifikat fokusu getmirik. Yəni injinerikin özünün əsas bizə lazım olan və təməllər funksiyanın özündə gedirik. Belə deyim ki, bəzi şeyləri çox qısa keçmiş ola bilərəm. Yəni çox da toxunmadım. Ümumi modullar hissəsində məsəl toxundum. Copy modulu var idi, file modulu var idi. Sarı olanı konfigürasiya edim. Yəni biz əsas modulları necə axtaracağıq, necə konfigürasiya biliriksə, çox da modulların üzərində dayanmağa ehtiyac yoxdur. Artıq realda hansı modul bizə lazım olsa onu işləyək. Özümüz onu konfigürasiya eləməyi bilməliyik. Yəni hər bir modulu mən burada göstərən deyirəm ya da siz ona baxan deyirsiniz. Çox da eləməyə ehtiyac yoxdur. Bir də ki, belə deyim ki, bu sırf exam 294'te yazılsa da qapa şəklində, amma sırf Ansible deyə yenə deyirəm, Red Hat imtahanının fokusuna keçmirik burada. Bizə lazım olan Ansible fokusunda keçirik ki, realda bizə nə lazımdırsa onu bilək. Çox da gedib dərinə, yəni orada gedib yəni disk tapşırıqlarına görə əlimlə yazan və vacibdir. Deməyim orada da wow bir şey yoxdur, amma vaxt içində yəni bu injinerik sertifikatına hazırlaşmaq. Bundan sonra bunları bil və onu keç, git, dekur, Kubernetes üzərindən və GitLab Argo CD. Bunun üzərindən gedəcək. Bu 2 ayda onları hamısını bitirməyə çalışacağıq. Bəlkə də daha qısa müddətdə, Allah qismət eləsə. Bunu dedim ki, yani kimsə deyə bilər burada nə məşqçidir, burada belə deyət. Yəni o belə deyil də ki, mən deyim sırf bu videolara baxıb gedib həmin imtahana giribsən. Demirəm bir 60, 70, 80%-ni keçəcəm. Amma ki bəzi mövzulardan məsəl navigator mövzusuna çox toxunmaq istəmirəm. Bəlkə sonda toxunum, amma yəqin ki toxunmayacağam. Bu tipli şeylərə məsələn çox da şey eləmək istəmirəm. Sırf gelip navigator şey diye Red Hat bir tane boş bir şey getirir navigator. Navigator da çok istifade olunan bir şey değil. İstifade olunan yerler de var ama çok da istifade olunmuyor. Gelip onun için bir iki ders üç ders ya da siz gelip bir iki gün üç gün onu vaxt ayırın. Niye? Axırda full DevOps'u bitirərsən, ondan sonra gəlib navigatora öyrənib özünü inkişaf elətdirərsən. Yəni sırf bu fokusda deyil. Nəsə sizə çox uzatmayayım yoldaşlar. Ümumi qısa belə danışmaq istədim ki, dedim baxmayın da kimsə gedər injinerik imtahana girmək istəyər. Yenə də tasklar da 60-70% hazırlayacaq. Bir 10-20% də mövzular üzərindən son imtahanda biraz dəyişilib konfigurasiyalar. Hə, ona görə dedim bunu. Ümumi bugünkü mövzumuz variable'lardır. Variable'lar yəni nə yoldaşlar? Biz bash scripting mövzusunda bilir və ya Python bilənlər konkret belə deyək ki, bir dəyişkəni götürüb statikdən dinamika artıq kontekstini çevirməkdir. Belə deyək. Yəni mən üstdə və ya hər hansı bir yerdə bir dəyişkən yazıb, o dəyişkəni digər üzərinə atıram və artıq dinamik kontekst alır ki, buradakı dəyişkənlər dəyişdikcə bu da bunun üzərindən dəyişir. Misal deyək ki, A bərabərdir. Bax belə deyək. Yəni epik ben açım buradan. Yəni sadə bir dənə Pythonda bir dənə lap basic gəlib buradan. Hərfini yazsam məncə kifayət. Deyirəm ki, misal A bərabərdir alma. Nəsə A bərabərdir alma olsun. Alma da olmasın. Alma da ola bilər. Ondan sonra B bərabərdir. Bir ehtiyac yoxdur. Burada print artıq Python'da biz son dəfə yazım yola gəlmir. Print A yazsam mənə buradan gəlib nə çıxardacaq?
alma A dəyişəni çıxacaq. A dəyişəni normalda nədir almadır. Biz eyni ilə də playbooklar üzərindən bu variableları təyin etməklə gəlib kontekstimizi dinamik kontekst üzərindən konfigurasiya edirik və uyğun avtomatik burada yazılmağı təşkil edir. İnjiniring mövzusunda da bu variablelar çox vacibdir. Yəni variable yazmasan sən imtahandan keçməyin çox çətin məsələ. Artıq o imtahanda belədir ki, girənlərdən deyimsə, yəni ki, security-ən sənə ayrı bal verir, misal vaultdan oradan. Ondan sonra sənə şeydən variablelardan ayrı bal verir. Yəni şeydən SSL imtahanda var idi, networkdan bu qədər yaz. Eyni ilə burada da belədir. Yəni biraz fərqli mühitdir. Yəni sırf A sualına bu qədər bal, B sualına Kubernetes kimi olmur. Nəsə davam eləyək. Bizdə Ansible üzərində müxtəlif formada variablelar təyin edə bilir və bu variableların da prioritetləri var. Prioritet yəni nə? Hansı daha üstündür və hansı olanda hansı üstünlük təyin olunur bunun üzərindədir. İlk olaraq variable'ımız Ansible'ın default variable'larıdır. Bu Ansible DFG faylında yəni default qovluğun altında olan variable'lar təyin olunur və həmin variable'lar sistemdə default olaraq görür. Bu variable'lar ümumi istənilən vaxt çağırıb istifadə oluna bilər. Amma prioritet ən düşük variable'lardır. Hər hansı bir istənilən bundan başqa bir variable'la bunlar dəyişə bilər. Bu rol mövzusunu keçsək bunu daha yaxşı göstərərdim, amma çox da belə wow deyil də. Ondan sonra digər variable fokuslarını göstərəcəm və ondan bir praktik edəcəyik. Yəni belə deyim ki, biz ümumi bir default qovluğunda variable'lar təyin edirik və həmin variable'lar istənilən şeyə oradan əlavə olunur. Default həmin belə bir şey yazdıqda həmin variable gəlib onun üzərinə düşür və default variable'dır. Bir də bizim inventory variable'larımız var. Inventory variable'larda inventory faylındakı variable təyin edib onun üzərinə konfigurasiya edə bilirik. Bunun prioriteti artıq default variable'larından prioritetindən daha üstündür. Bunları inventory-yə buradan başlayacağım bir-bir göstərməyə. Ondan sonra da belə edəcəyik ki, taskımızı işləyəcəyik. Artıq variable mövzusunu bitirdik. Bundan sonraki mövzulara keçəcəyik ki, 3 günə, 4 günə artıq bu engineering mövzusunu bitirək. Günə 2-3, 3 yox, 2 video ilə atsam, məncə 3 günə, maksimal 4 günə bu engineering Ansible mövzusunu bitirib artıq Git, Docker, Kubernetes mövzusuna keçə bilərik. Bunun simulyatorunu hazırlamayacağım, amma ömür yetsə, Allah qismət eləsə, Jika-nın simulyatorunu hazırlamaq istəyirəm. Amma Jika-dan orası yaxşıdır ki, config faylı üzərində işlədiyindən, yəni daha yükləməsi rahat olacaq, göndərməsi də. Nəinki getib 32 GB zip-lə hələ sıxdım 84 GB idi onda. Ondan daha rahat olacaq. Nəsə yoldaşlar, gələk inventory variable'larını göstərim. Default variable'larını çox şey eləmək istəmirəm, çünki rol keçməmişik. Rolunu keçəndən sonra göstərirəm. Gələk inventory faylına. Bunu nə yazdım? Bunu bağlayaq. Gələk bunu mobil göstərməm. Buradan gəlib ls yazsam, keçsəm Ansible'ın içinə. Okay. Mən buradan gəlsəm, vim inventory. Buradakı faylları sileyim. Nəyə görə? Çaşdırmasın bizi. Belə eləyək. Belə. Gözəl. Vim inventory. Yəni Vim inventory fayline gəlsəm. Gələk buradan biz bir dənə dəyişkən ataq. Məsələn, mən deyirəm ki, devdə bunda bir dənə dəyişkən atım. Deyəm ki, username bərabərdir nəyə? Username bərabərdir Orxana bərabərdir. Orxan demək, username bərabərdir user'ına, sound user məsələn. Ən çox istifadə olunan imtahanda sound user'dir. Sound user'i. Gəlib buradan dayanıb çıxırım. Okay. Gələk sadə bir dənə playback yazar. Vim yazıram. Misal atıram test.yaml. Playback yazar. Hansını atmışdım mən? Onu səhvimizə. Dev'e attığımda test attım. Dev yazan o zaman baxar ya da ol yazan. Gəlirik. Buradan
Belə bir şey var idi. Yox, belə değildi. Şey baxın onu da şey eləyərəm. Deməli, biz host yazıram. Bundan sonra deyirəm ki, o sadəcə sürət taskını işləmək üçündür. Task yazıram buradan. Gəlirəm alta, name. Gəlirəm buradan. Misal debug çağırıram. Debug'ı buradan message deyirəm. Bir də indi şeydən danışım. Variable'ların təyinatı. Variable əgər əvvəldə olsa, bunda qoşa dırnaq işarəsi olmalıdır və qoşa mötərəci ilə yazılır. Yəni mən variable yazanda bu əvvəldədirsə, mən belə yazmalıyam variable. Boşdur. Qoşa dırnaq. Belə mötərəci ilə yazaram. Ondan sonra oradakı variable yazıram. User name. Okay. Boşdur. Amma bu sonda olanda bu dırnaqları yazmasam da olar. Problem yoxdur orada. Sadə bir dənə şey yazdıq. İndi yazaq çıxaq. Sayın. Yaz. Buradan gəlsəm mən Ansible Playbook Ansible Playbook test YAML. Gəliz bunu indi işlədək. Belə bir səhv eləməmişdik ki. Bir gözlə bir dəqiqə, gözlə. Benim Ansible'ına koşuyoruz. Turası doğruz. Nasıl gelecek? Yes. Güzel. Böyle. Where's start? Evet. Hemen bir user size. Root'tan ediyorum. Ona göre bilgidir bu. Supply. Neyse o şeyi de tapamamıştı. O Google'da değildim ben. Yoksa neyse. Neyse indi keçək buradan şey üzerine root üzerine dedim ona göre belirledi. Onun oradan şey fayda yok idi. Root'da şeyin Orhan user'ın biz esas şeyine şeyini yaratmışdı, atmışdı. Ben root üzerine elədim, ona göre belirledim. Deməli biz enine yazaq Ansible Playbook ondan sonra test YAML. Kendi işlədək. Bu üçündə şey çıxarılacaq. Sadəcə birində həmin variable olduğu üçün gəlib onun üzərinə şey çıxarılacaq. Biz bir dənə baxaq. Hamısını da işlədi. Sadəcə gəldi. Digərlərində belə bir variable yox idi. Amma məndə bu IP-də, yəni hansı qrup idi? Dev qrupu idi, ya nə idisə, səhv eləmirəmsə dev qrupunda sandy variable var idi. Gəldi bu variable bura çıxartdı. Yəni, konkret qrup da deyə bilərdim mən burada. Belə də deyə bilərdim. Sayın demək. Görək harada o buradan. Buradan belə deyə bilərdim. Insert. Buradan deyə bilərdim. Dev. Dev read-only idi. Bildim o belə eləyib. Çünki rootdan yaradıb, yəqin ona görə belə eləyir. Sudo chmod deməli getdik random test-YAML. İndi bunu gələk dəyişdirək. Dev yazıram. İndi çıxdım. İndi yeni ilə gəlsəm. Playbook. Ansible. Playbook. Playbook. Test YAML. İndi bunu işlətsəm. Artıq mən heç bir error verməyəcək. Çünki tək bir maşın üzərində işləyəcək. Sadəcə bir çıxardı və nə Sandy user'ını çıxartdı. Debug modulundan istifadə elədim. Bunu yazdırdım. Dedi ki, belə bir variable var və adı da Sandy gəldi. Həmin mesajı gəldi burada bizə çıxartdı. Qısa burada inventory variable yaratdıq. Gələcək digərlərinin üzərindən danışaq.
Bu inventory variable'dir. Gəlib inventory'dakı variable'lar təyin olundu. Prioriteti ikinci dərəcə olandır. Bundan daha üstün artıq variable'lar qrup variable'lardır. Qrup variable'ları və bizim host variable'ları. Burada təbii ki host variable qrup variable'ından prioriteti daha üstündür. Çünki fərdi şəkildə konfigurasiyonunda bu daha təbii ki bunu ön plana çəkəcək və konfigurasiya edəcək. Burada indi biz konfigurasiya eləməyəcək. Gəlib buradan bu net default okay. Buradan gəlib qrup vars qovluğu yaradıb və həmin qrup adı ilə bir dənə yanlı konfigurasiya gəlib orada onu inteqrasiya edə bilərik. Belə bir şey bizə var. Burada rahat şəkildə. Bir də bizim host faylı eyni ilə buradan gəlib host vars faylı yaradıb həmin variable'ları bunları təyin edir və bunun üzərinə konfigurasiya edə bilərik. Bunları bir-bir göstərməyə istəmirəm. Nəyə görə göstərmək istəmirəm? Bunları bir-bir göstərsəm video uzanacaq. Orada eyni ilə 6 dənə taskımız var. Hələ onu da çəkməyinə yenə 1 saata video çatacaq. Deyəm videolar çox uzun olmasın ki. Biz burada şey deyək. Ümumi bir də playbooklarımız var. Artıq prioritet cəhətdən bunlardan daha üstün variable'lardır. Əgər playbook'ta bir variable təyin olsa, üstdəki danışdığım bütün variable'ları override edə bilir və artıq playbook'un variable'ları təyin olunur. Bir də bizim son olaraq ekstra variable'larımız var. Bu command şəklində artıq orada götürüldüyündən, icra olunduğundan, həmin bu command şəklində olduğundan belə deyim, artıq prioritet daha üstün olur. Çünki hər bir artıq playbook'dan belə bütün variable'ları override eləyir və onun icra olunur. Bu da misal playbook yazmışım, Ansible playbook, playbook'un YAML'ın yazdığım və ondan sonra tray atıp həmin playbook'u override edə bilir. Yəni burada konkretə göstərib da. Misal belə bir orada bir variable varsa, gəlib həmin variable'lar artıq yoxdursa da yazır, varsa da yazır. Həmin variable əvəz edir və bu variable'ın dəyişkənini burada təyin olunan variable kimi göstərir. Belə yoldaşlar, bu variable mövzusudur. Yəni lazımlı mövzulardan biridir. İndi təbii ki bunlardan bir-bir danışacağıq. İlk olaraq belə deyim ki, gələk buradan variable mövzusuna davam edək. Desəm ki, mən buradan bir dənə də YAML yaradarım. Deyirəm ki, 2.YAML insert edək, bir dənə bir şey yazaq. Host bütün ol deyirəm. Ondan sonra belə bir şeydi. Nasıl deyim? Bir dənə baxım onu orada. Deyildi, ona görə bax şey eləmirəm. Bir də gözləyin. Deməli, davam edə yoldaşlar. Harada qalmışdım? Hə. Açdır. Nə şey yazacağını göstərir. Bak. Belə bir şey deyiyorsa. Bak istediğimi. Neyse. Belə axtara. Bunu nə edirəm ki, artıq Ansible orada gedib maşının əməliyyat sistemini və s. məlumatlarını axtara tapınca vaxt itirməsin. Ondan sonra buradan mən deyirəm ki, var satında bir dənə variable əlavə edirəm. Və burada deyirəm ki, misal app adlı bir dənə variable təyin edirəm və deyirəm ki, bunun variable nədir? H tipi olmasın, misal ən belə basic nə ola bilər? Ən basic nə ola bilər? Ən basic nə ola bilər? Widget var, nano. Nanodur, misal belə bir variable təyin edim. Və bundan sonra buradan gəlib həmin variable'dan task yazıram. Və bir dənə task yazaq, tray name deyək. Tray name deyək. Gələk burada yumdan istifadə edə bilərik. Terminal 2 atsam. Yumla deyə bilərdik, yenə deyə bilərdik yum. Buradan gəlsəylə onu tapaq. Çox üzücü olmuyor. Deməli Ansible dog yum. Qoşa nöqtə böyücə eləyirəm. Sonra gəlib üstdən başlayıram yazmağa. Həqiqi bu çox gözəl bir şeydir yəni. Gəlin buradan lap bunu silim mən. Bunu da silim. Gələk buradan bunları dəyişək.
Okey. Mən buradan name'in əvəzinə aktiv yazmayayım. Gəlsəm buradan desəm ki, dırnaq işarəsini basayım təbii ki. Buradan deyirəm ki, app variable'un buna təyin elə. Okey. Və bununla da bitir. Gəlsəm indi mən bizdə ol yazmışdım, yoxsa bütün maşınları icra eləməyək. Sadəcə misal icra eləyək devə. Okey, bunu yazaq çıxaq. Və burada Ansible, playbook 2 YAML faylını buradan indi işlətsəm. Nə deyir? Line tomorrow. Bizdə nə deyir? Bence bu sözdə səhv deyil. Bunda deneyin, evet. Nereden bakalım? Yine hata var. Neyse onu sileyim da. Okay, burada problem yoktu başka. Playbook işte indi. Gidecek ve artık orada ne işleyecek? Nano'nu. İşleyecek olacak ama bir tane update yer gelecek. Ona göre biraz vakit geçecek. Bu YAML repository'nin işlerinde biraz uzun vakit geçer. Maşallah. Baş tipi yükledik. Latest version Apache yazıyor burada. Bunlar değişmedi. Ha, dokumentasyon listesinde ona göre bile göstereyim mi? Ha, 22 dakika yayından oldu. Ben diyeyim 40 dakika geçmiştireyim. O 40 dakika geçmişmedi. Bunu uzun seçtiği biri. İndi belə göstərək. Artıq playbook'un daxili variable'ında biz dəyişəcəyik. Buradan bir variable şəklində göstərəcəm. İndi gəlin onu eləyək. Yoxsa bu görə işlədi. Okay, işlədi və çək konfigurasiya gəldi. İndi gəlib belə eləyək. Deyirəm ki, Ansible üst komandanı yazıram. Okay. Mən buradan -e atsam, desəm ki, app bərabərdir. Nədir misal? Deyək ki, Bint misal. Bint yükləyək. Görək axırda burada nə yükləyəcək bizə? Baxaq. Verbos eləyib baxa bilərdim. Verbos da deməmişəm. -v ilə verbosdan da 3 dəfə 4 dənə modul var. Hər bir v atanda daha çox şey göstərir. Artıq getdi Bint'i də yüklədi orada. Yəni biz kimi oradan baxdı, amma ilə birbaşa getdi onu yüklədi. Yəni gəlsəm yenidən mən komanddan bir dənə icra eləsəm, yazsam Ansible oluyor hansı maşını dev qrupunu yazsam, desəm ki, yəni komanddan istifadə edəcəm, gedəcək. -a yam search düzünce yazılırdı. Search. Okay. Deyirəm ki, yam search nə Bint. Hadi heç belə yox. Yam belə birbaşa Bint yazsam. -y yazsaq. Command modulundan istifadə elədim. Gedib bir indi yükləmək istəsək nə deyir? Yam install dnf. Hə, yam install yazmamışam. Install. Okey, deyir ki, artıq bu yüklüdür.
Yani bunu geldi buradan override elədi ve geldi buradan artık hash tipini veya oradaki penaltı neydi? Nano'nu yüklemedi. Bir başına yükledi. Bint yükledi. Yani bu modulda artık biz bu tipte olanda nerede kalmıştık? Ekstra variable. Bu artık hamısına verilir ve bunun priority hamısının üstünde. Yani priority en üstü olan eksternal variable'lardır ve onun üzerinden koma şəkildə də icra edə bilərik. Belə şəkildə də icra edə bilərik. Playbook'larında daxilində həmin variable'ları yaza bilərik biz. Bu variable'lar yoldaşlar artıq elə bir 30 dəqiqə bir nəzəri formasında olduğu videonu belə baxıram. Bundan sonra da gələk taskları işləyək. Tasklar üçün də gəlin buradan GitLab repomuzdan. Ay ay ay. Geri gireceği bir başa. Ya bir zarafat edeyim. Bunun link şekilde shortcut eləsəm bunu daha iyi burada. Buradan Google eləyək. Yenə getdim ona bastım. Amma mənə nə oldu? Ya üzürü sonra Defender var ki, Defender'i dibdən silmişəm. Bu çevirmə var. Hamısını bu eləyib. Okey. Google'una girək. Geldim buradan projekte. Projects. Gelək buradan. Bundan sonra. Hem de konkret taskların üzerinde içinde de daha yaxşı başa düşərsiniz. Gələk buradan. Belirleyici yoldaşlar. Ben size necə məsləhət görərdim videolar istifadə etməyə. Video bir dəfə otururuz baxıram yemək yüzü nəsə istənilən vəziyyətdə. Baxırız videoya. Ondan sonra baxdıqdan sonra birbaşa heç nəsə eləmirik. Birbaşa o test mesajı yüklüyoruz. Onun üzerinden task işliyoruz. AI'dan kömək alır vesaire. Ondan ilə sonra təzədən şey ediyoruz. Ondan sonra tam beyninize düşəcək. Gələk buradan. Copying elədim mi? Gələk. Alim deyək burada biz birinə ls bir dənə çıxay buradan. Burasını yükləməyək. Gəlim git clone edək. Niyə? Okay. Yükləndi. Ay bunu Q yazıp çıxay. Burada da yine. Gələk buradan RSC artıq 4-cü dərslik. Yəni icazə verək. Bazı qanatlar oradan gəldi bilmədim. Saç güzel. Bizdən Azərbaycan dili getirirəm. Bir Ansible failinin yolu. Bu oğucu qanatdır. Cp2. Все. Götürdük gələcək diye sollar üzərindən kompres edeyim. Mesela bu pəncərəni bağlasam məndə problem olmaz. Davam edək. Deyir Home Orhan Ansible Group Variable. Burada Group Variable burada dedim işlədəcək. Group Variable dev YAML faylı yaradım və içində belə bir dəyişən yazın deyir. Sonra Group var test YAML'ın playbook'un yazın. Bu variable'ı dev grubundaki bütün hostlardan tmp metod tx fayline yazsın və diqqət ayarı playbook üçün təkrar yazmayın. Sadəcə grup variable'ına gəlməli. Gözəl. Gəlib başlayaq. İlk olaraq bizə nə istəyir? ls yazım mən. ls yazım. Mən burada bir dənə mkdir yazıb həmin qovluğu yaratmalıyam ki, onun içində bunu grup variable'larını görə bilsin. Grup yok. Grup variable'lar. Okey. Ondan sonra grup variable'lar gəlirəm. Buradan dim yazıram və div.yml insert edəyəm. Buradan bizə nə istəyir? Deyir ki, mod altdan xətt text altında yəni variable yarat və bunun
İçinde ne yazılsın? Manage by Ansible. Buna fikir verin. Şey olma problemi değil. Ansible güzel. Bunu yazıp çıkalım buradan. Niye? Ansible sonra deyir. Buradan bizden artıq birbaşa playbook'un yaratılması istəyir. Bunu çıxa bir qovluqdan ki, bir fərqli yerdə yaranmalıdır. Vim yazıram və playbook'un adı nə olacaq? Grup altdan xətt var altdan xətt test.yml. Gəliz başlayaq. İlk olaraq bunları yazaq. Direkt hansı hostlar istəyir bizdən baxın. Bizdən dev qrupunun altındakilər istifadə olunacaq deyir. Buradan deməli. Ondan sonra biz buradan konkret taskımızı yazaq. Çünki hələ burada bir şey istəmir. Yenə direkt name yazsam konkret yeni yaza bilərik burada. Copy modulu ilə gəlsəm buradan deməli copy modulunda biz necə yazırdıq? Yadımdan çıxdı. Dilim ucundadır, yadımdan çıxdı. Ansible redoc copy. Deməli bizdən o sözü tapamıram mı? Content. Ay, content sözünü yadımdan çıxartdım inşallah. Content. Okay. Content nə deyir? Nə üzərinə təyin olsun? Mən gəlib burada konkret content deyəndə gəlib bu variablı buradan yaza bilərəm. Gedib oradan onu götürə biləcəksən ki. Buradan yazıram. Variablumu. Hansı variablumu? Mod i altdan xətt texti. Team uçduq. Okay. Və buradan test yolun hara yazacağım deyir buradan. Temp altında sign temp altında deməli mod txt. Okay, burada problem yoxdur. Yazıb çıxdıq. Bundan sonra yazdım Ansible və playbook. Ansible playbook yazıram buradan. Ansible playbook grup var test YAML. Var altına xətt test YAML. Gəl bunu işlədək. İşlədi variable playbook. Və bizə okey cavabı çıxartdı burada. Həmin variable. Gəlib yes deləsəm, yəni yoxlasa bunu. Okey, korrekt aldım. Keçdik növbəti suala. Buranı biraz təmizləyək. Bunu da bağlayayım məncə buna. Ehtiyac qalmayacaq. Deyir, Home Orxan Ansible host var. Artıq burada biz host üzərindən konfigurasiya edirik. Gəl bunu da yaradaq. Elə istəsəm görüm hardayım mən. Yes yazsam. Okay. Burada bir dənə qovluq yaradıram. Burada bizə təyin olunan qovluq. Host altdan xətt var qovluqdur. Ondan sonra bunun içine girirəm mən. Burada həmin konkret hostun IP-sinə uyğun YAML yaradıram. Biz 122 nöqtə bizdən 20 istəyir. Nöqtə YAML-ı. Qovluğun içində yaz ki deyir. Custom insert custom port. Custom port o nöqtə neçə olacaq? Neçə deyil? Misal 90-90.
Yaddaş yazı çıxaq. Bir dənə də direktördən çıxaq. Ondan sonra deyir sonra deyir vim post altdan xətt var test nöqtə yumul bir dənə yamul yarat tire insert tire ondan sonra tire başlıyor. Name post bizden ne istiyor buradan? Bu şey komandası yadımdan çıxdı. Dim Ansible'da play bookların süratli işlemesi üçün bir dənə dəyiş atırdık. Ne idi o? Neydi? Sen ya bunu ya Fox Sallama. Bunu ben bir başı skeniyle baksam muamele verir. Aklım değil. Bir Gemini var ha. Buna yapay zeka diyen. Allah. Bilmiyor. Neydi? At diye bir şey diye. Yeniden de aktarabilirim. Burada priz var işte. Hakikaten facts. Yazam buradan hansı grup istəyir? Variable'lara. Buna bütün ol yazsam kifayət bizə. Okay. Buradan görüm səhv mi yazdım? Şey. Ondan sonra burada ne deyir? Adını bu variable yazan ise bu variable yazan içinde import faylı yazsın ve dikkat play bütünü tekrar yazmayın. O pasif variable'a gəlməlidir. Heç nə. Buradan task yazaq. Direkt name. Ondan sonra copy'den istifadə edeceğim elə. Ondan sonra content bizden hansı dəyişəni buraya yazılmasın istəyirdi. Buradan biri yazıram. Variable dəyişənin adı neydi? Custom port. Güzel. Orada. Ondan sonra list haraya yazılacaq deyirik. Slash temp altında port ve 60. Böyle de yazalım kifayetli. Ne geçsem Ansible playbook this yamul işledi. Error verdi bize. Error verdi. Niye error verdi bize? Hadi here mask with options variable custom port. Yani custom port port
Mən konkret bir maşın üzərindən demək üçün belə deyə bilərdim. Məsələn burada insert copy modundan buradan deyə bilərdim. In story belə demək olardı. 192, 168, 123.20 birinci fayda verdi. Name host facts no docs name copy content custom port temp port txt inventory username John'u istifade ettim. Değişken kimi götürmüyor böyle bunu. Yine indirici. Buradan baksam copy content testing. Burada neyse yazabiliriz bizden. Decaloga baksam burada ne değil inventory username. Bu ile bizden file verir sonra ihtiyaç var. İstesem custom port. Kaç orada böyle yazılmışım. Orada işte diyorum ben bunu. Şeyde, post. Custom port 90. Diğer file için de yazalım. %100 Beam host var. Media yok değil. Beam Answer variability host daha geç ya oğlum. Host all dedim. Bitir facts no. Diğerlerinde de yazı falan olmazsa onun için biz burada min yazmalıyız faiz. Değil yoksa yani cemiyata beyin gittim ben de. İstanbul cemini yapmışdır öyle. Beri de yazmış oluruz. Üstten beri yazmaya ihtiyaç yoktu mu? Ne seçim. Burada tırnağı şey yazmış o belki. Böyle de gelirim orada problem yok bence. Diyeceğim çünkü şey 20. Ne oldu? Bir soruda yazmıştı. Hmm. Dörde 100 faiz yine error verecek 100 faiz. Bunun birinde connection vereceği 20'de işleyeceği diğerinde de ama istifade olmamalı. Diğerinde istifade olmaması için şey birinde okey aldı yazıldı. Sadece 20'sinde ama bize lazım diğerinde yazılması. Diğerinde yazılması için biz buradan böyle açıp ben buradan böyle aktarabilirim. Neyse bu
Copy. İşte copy değil bu. Slash. Neyse. Çok uzatmayı. Yine biraz gitsin. Ben de burada neyi səhv edirəm? Oradan əslində işdə deyil. Sadəcə sonda konkret həmin şey yazılması lazımdır. Konkret həmin olsa yenə də yaza bilərdim. Yuxarıda da deyir, amma yuxarıda deyir iki tane. Belə də yazmaq olar amma. Bir sürücüde yazma var idi da o getdi. Güzel şekilde işleyecek. Okey. Yani de onunla yol doğrulamalar. Uzunlaştı bunu. Okey. Gerek bu. Sol işleme. Deyir var apps adlı Ansible playbook yazan. Güzel. Artık daxil variable'lardan. Deyir failin olduğu qolda playbook var bölməsində benim bunu yazın. 1.0 olsun. Ve deyir formatta bu formatta olsun. Bu lap sadədir. Win. 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 Adı neydi bunun? Benim biraz yoruldu. Ok. Nokta. Yamalı. Okay. Insert. Geldi. Host ne istiyor bizden? Hangisini? Dev grubunda. Ondan sonra buradan vars yazırıq. Variable üçün. Alta gəlirəm. Bizdən nə istəyir? Deyir ki app altdan xətt name adlı bir variable dəyişən nə olsun? My app və bizdə app altdan xətt versiyon qoşunluqda 1.0 bir şey olsun. Ondan sonra direkt taskımız yazaq. Yazsam buradan direkt name copy'ni yazabilir yine. Copy. Ondan sonra content content'i təyin edəndə buradan belə yazacaq yoldaşlar. Dırnaq belə dırnaq belə yazıram ki app direkt arasında olsun app altdan xətt name opening opening direkt app altdan xətt versiyon xəttlərlə bağlayayım bunu. Ondan sonra buradan test harda yaratsın değil. Harda temp altında app altında altına info.txt failini yarat deyir. Baş yazıq çıxır bir dənə Ansible playbook Ansible playbook playbook'un adı neydi? Adı neydi? Vars. Okay, bunu işledim. Okay, işledim. Okay. Geçtiriye devam edeyim. Böyle düz mü olacak, korrekt mi olacak? Korrekt olmadı.
Görək neyi səhv elədik, neyi səhv elədik. 1.0 may b a bu öğretmeniymiş. Şimdi bunu işledik. Belə. Görək. Keçək növbəti suala. Növbəti sualda nə deyir bizə? Deyir, Homorxan Ensible var, Vivars adlı ayrıca fayl yaradan. Ls deyir. Vars bir qol yaradaq. Güzel şeydi. Vars çəkirək. Ls. Burada deyir beam db altdan vars nöqtə yumulu fayl yarada insert edək. Bura bir variable dəyişən ad deyir. İçinə db altdan xətt name adında bir dənə dəyişən ataq. İçində olsun product üzlərim orada production db okay. Neyse yoktu. Ya da çıkay. Şeydi. Başım ağrıyor biraz. Güzel. Çıktı buradan. Demeli. Buradan. Çıktı buradan. Demeli buradan çıktı. Ondan sonra bize ne deyir? Böyle bir bileyim. Vars alttan xat files demo nokta yamalı. Güzel. Gələk. Yine eniyle. Gece boştu. Nasıl ustalarda olsun deyir. Protokolunda. Deməli, ondan sonra biz buradan belə də yaza bilərik. Vars xat file boşa nöqtə altını da yaza bilərik bunun. Belə də yaza bilərik. Deməli içində Vars file deməli ama asıl vardı. File yaradığın içine diyeyim production file yazın. Sonra var sistemi aldı. Pevk yazın. Yazdık. Deməli Vars file gəliz buradan axtaraq. Başım biraz. Ansible 3 log Vars xat file bir şey olacak mı? Yok. Aslında böyle bir şey yok. Evet, burada bir şey tapılmaz bile. Vars file böyle değil şeklinde o. Başa yolun yazırdı yoksa nerede? Deməli bunu necə yazmalı lazımdır? Ansible diverse as file içerisinde dibinin production dibinin ve burası yadımdadır. Burası yolun yazırdı bence bir başa. Ha, bir başa yolun yazmalıydı bence. Slash ya da ile yazsam vars slash b altına vars nokta email güzel. Ondan sonra tasks geldim. Ne bir bizden yine biri neyim copy bunları sıralayacağım. Content deməli content
Hansı variable idi o? DB altına xətt name yazdım yazması diye. İşte başım ağrıyor dəhşət üstdən durmuşam. This yol neydi bunun? Tempi DB alttan xətt info txt. Burada başka bir şey kaldı mı? Yoxlayacaq. Ansible playbook. Ansible playbook. Bundan sonraki task'da işleyip bitireceğim. Ansible playbook. Axırıncı altını saxlayacağım. İşlemeyeceğim. Başıma ağrıyor. Dəhşət yoldaşlar üz tutarım zaten. Ansible playbook ile buradan ne yazacaq? Vars altdan xətt files demo yamal. İşte göre ne error verəcək bizə. Dakika 1 gol 1 bizden ne istəyir? Bakın burada host vars file. Burada ne yazmışım? İşte vars mıydı? Ki burada problem yok. Bize oradan hep error verdi ki. Diğer kameradan diğer treni. Maşallah çok cömeyli bize. Task vars file vars db yağmur. Benim hadi sevde sef yazmışam. Ben görsem. Vars db vars yağmur. Vars Fales miydi? Insert kuşak deli miydi? Okey. Okey oldu. Güzel. Yani de bu yoxlansın. Video ne kadar sonunda görək. Bəlkə bu videoyu bunu da bitirdim. 58 dəqiqədə bundan da uzaq bir dənə task eləyim. Bunu da bitirək. Burada ne deyir? Loop demo yumulaten sıvı playbook yazın. Cəhənnəm. Belə deyir. Loop im loop nokta demo nokta yamalı loop demo yamalı. Okey. Gel buradan çiçeği başıma ağrıyor. Olsun değil. 30 tane değil ya sus. Böyle bir şey yani işte. Diff. Burada ne diyor? Loop demo var ya. Ansible define kolunda. Belli yapmak kısaltıyı. Bas. Kuşanakta. Denette eşyan biraz. Ne işle? Değil. Chat. Güzel. Beliyle diyor sonra. Ondan sonra tasks. Ne? Ondan sonra copy diyorsan ise bir uğraştırın. Uğraştırma ver. Yan. Geliz burada ile bunu aktaraq. Ki başıma vuruyor.
Zincir konu copying diye görmesiyle. Okay, task. Buradan biz name'den belirleyeceğiz. Onun içindeki değerleri götürdüyəm. Set bunlar işim yok. Ve buradan ben bir tane düz mü yazdım? Düz yazmadım bak. Buradan bir tane buradan loop olduğunu bildirmeliyim. Səfirəm ki belirlemiyorsa loop olduğunu demeliyim ki burada loop var. Loop nedir? Yes. İşte bundan variable'ını gösterecektim. Bunda variable'ını göstermeliyim. Səfirəm mesela. Değil mi? Ya Allah görək. Ansible direkt playbook. Ansible playbook. Loop demo mu? Allah bir de geçti bu. Güzel. Ama bunların yüklenmesi de baksa geçecek. Update gitti ona göre bu kadar oldu bence. Buna hashtag diye yüklendi. Okey. İşte bunda. İçinde de var idi değilsen. İçinde de yerinde bir tane maşın var değil mi? Playbook'un yazan playbook deploy variable təyin edin değer inşaat istifadenin içeker. Bunu hər keçməm şey. Buna ehtiyac yoxdur. Ha, bu şərtlərə. Bunlar keçəcək ondan sonra şey edirəm. Bunu da altın geri silerdim ama bu kalsın. Onu kesinlikle tekrar ederim. Oldu yoldaşlar. Bugünkü videoda buraya geldi. Üzülü sadece valla günün ikinci videosu da başım ağrıyor. Yani bilip bazı şeyleri demedim yüzden ile komuttan kestimse üzülü sadece. Umumi bu variable mevzusuydu. Esas mevzulardan biriydi. Bunu da işləyək. Növbəti dəstə indi baxarıq da vəzlə. Videonun da özü çox uzandı. Bir də 3 saniyə. Oldu yoldaşlar. Növbəti dəstədə görüşənə qədər Allah'a emanet.